Vaxtınız xeyir olsun, hörmətli, dəyərli izləyicilərimiz. Bugünkü mövzumuz Türkiyənin məktəblərində ardı-ardı baş verən hadisələrlə bağlı olacaqdır. Bugünkü müsahibim həkim parapsixoloq Paşa Yaqub olacaqdır. Odur ki, bizi izləməyə davam edin. Doktor, bu son zamanlarda Türkiyədə baş verən hadisələrlə, məktəblərdə baş verən qətliamlar, sonra qətillər, gənc, az yaşlı, yetkinli, yaşına çatmayan uşaqlar arasında baş verən bu hadisələrlə bağlı bir həkim terapevt kimi münasibətiniz necədir? İlk öncə mən o uşağın yayılmış saytlarda, internetdə yayılmış şəkillərinə diqqəti cəlb eləmək istəyirəm. Fikir versəz, o uşaq oğlan olsa da daha çox qıza oxşayır. Açıq-aşkar görünür ki, bu qız kimidir. Yəni, sifət çizgilərindən də göründüyü kimi transgenderdir da. Yəni, cinsin bilinməyən, məlum olmayan, yanlışlıq olan belə bir insandır. Hətta onun kompüterdə tapılan yazılarında da özünün yazıları olub, qeydlər olubdur. Orada da göstərir ki, həmin oğlan valideynlərim məni sevmirdilər və öldürmək istəyirdilər. Məni atası deyir ki, boğub öldürmək istəyir. Oğlan da nəsə o xəbərlərdə də mən rast gəldim ki, hətta o uşağı boğub öldürmək də istəyiblər. Bu da onun transgender olması ilə əlaqədardır. Yoxsa valideyn öz övladını nə öldürsün ki? Görüblər ki, məsələn, özün yaxşı aparmır, bu İslama uyğun deyil, etikaya uyğun deyil, bir müsəlman övladına uyğun deyil bunun hərəkətləri. O zaman o qarşısı vaxtında alınmayıbdır. O ata öz oğlunu aparıb bu atıcılıq silahla davranmağı öyrədibdir ki, bəlkə bəlkə oğlan kimi, özün bir oğlan kimi, bir kişi kimi özünü hiss eləyər. Onda göründüyü kimi, yəni heç bir nəticə ala bilmirdi, düzgün yol seçməyib da. O variant yəni keçərli deyil ki, o atıcılığı öyrənməklə onun cinsi problemlər düzəlir. Elə adamlar, o transgenderlər həddindən artıq qəddar olurlar, acımasız olurlar xarakterdə də. İnsanlardan elə bir ki, təbiətdən, insanlardan qisas almaq istəyirlər də, yəni çox, hətta mənim elə pasiyentlərim çox olub, gətirirlər, valideyn deyir ki, bu öz valideyninə əziyyət verir, işgəncə verir, zülm eləyir, valideynə zülm eləyir, açıq-aşkar zülm eləyir, sonra öz dostları ilə çox qəddardır, həddən artıq acımasız qəddar adamlardır. Sonra mən araşdıranda görürüm ki, bunun cinsel problemləri var, yəni transgenderdir, ona görə bu uşaqda bu qədər qəddarlıq var. Hətta mənim bir dənə elə bir qız gətirmişlər, amma özün kişi kimi hiss edirdi də o adam. O qız dedi ki, bir rayonların birindən gətirmişdi, tabii mən alt çəkmirəm. Dedi, bizim rayonda, bizim kənddə dedi, 20 nəfər mənim kimi adam var dedi. İnsanlar deyir, onları bilmirlər, tanımırlar. Normal adam kimi hesab edirlər də, bilmirlər ki, bunlar transgender. Amma deyir, biz bir-birimizi tanıyırıq və dostluq əlaqə qururuq, öz aramızda görüşürük falan. Da belə hallar yaşayırıq, deyir, onlardan biz. Doktor, maşallah, ürəyiniz bu hadisə ilə bağlı doludur. Biz bu haqda biraz ətrafı danışacaq təbii ki, biraz sonra. Amma ilk olaraq valideyn, ana bəhdində olan uşaq, ümumiyyətcə, valideynlər övladını dünyaya gətirməzdən əvvəl onlar necə bilə bilərlər ki, övladı gətirəcəyi dünyaya bu zaman uşaq sağlam olacaq və yaxud da ki, onun gələcəkdə transgender kimi bir övlad gözləyir? Bu mümkündür, bunu bilmək mümkündür. Hər bir insan biraz ağıl işlətsə, nətər deyirlər, mən çox uzun illər bu işlərin üstündə araşdırma aparmışam. Demək ki, o cür uşaqlar o hamiləlikdən doğulur ki, hamiləlik çox gərgin keçir. Birinci, əsəb, güclü həddindən artıq ana əsəb olur, səbəbsiz ağlamalar olur, özün idarə eləyə bilmir, əsəblərini idarə eləyə bilmir, cilovlaya bilmir və onun analıq orqanlarında güclü ağrılar olur. Bu da, bütün bunlar da negativ enerjinin nəticəsində yaranır. Qız vaxtı və ya təzə gəlin olanda güclü enerjilər ötürürlər ona. Ola bilir ki, qəsdən də ötürə bilirlər və yaxud da təsadüfən toyda falan da, tədbirlərində, nişanda gözdə bədnəzəri ola bilər. Ondan da o enerji yüklənə bilir qıza.
Və ya da ki, indi bu saat çoxalıbdır, magiya ilə işləyənlər çoxalıbdır, falçılar, cadugərlər və onlara müraciət edənlərin də sayı çoxalıbdır. Həmin onlara müraciət olunmur, hansı qız üçün ki, onlara müraciət olunur, nələrsə onlar işləyirlər üstündə. Onda negativ enerji yüklənir həmən qıza. O qıza başlayır baş ağrıları, menstruasiyanın pozulması, çiyin, kürək ağrıları və o gələcəkdə hamilə qalırsa, hamilə qalanda onun hamiləliyi çox gərgin keçir. Əsəbi, səbəbsiz ağlamalar, analıq orqanlarının güclü sancıları falanları. Onda həmən uşaq, o cür hamiləlikdən doğulan uşaq ya transgender olur, ya autizmli olur, ya ümumiyyətlə düzgün inkişaf eləmir. Beyin, həmən uşağın beyni düzgün inkişaf eləmir. Sistemlər düzgün işləmir. Hansısa bir sistem sıradan çıxır. Bəzisinin cinsel sistemi sıradan çıxır, bəzilərində əsəb sistemi, bəziləri danışa bilmir. Ümumiyyətlə bir əngəlli bir uşaq doğulur. Və transgender doğulanlar da o cümlədən də, yəni o cür hamiləlikdən doğulur. Ona görə də hamiləlikdən qabaq insan fikir baxmalıdır ki, səbəbsiz ağlamalar varmı, bir şeylər və ilk növbədə o tək dərmanlarla o aradan qalxmır. Birinci növbədə o mənfi enerjilərdən təmizlənməlidir. Negativ enerji bədəndən təmizlənməlidir ki, o səbəbsiz ağlamasın. O əsəbi olmasın, gərgin olmasın və o sada ağrılar onda yoxa çıxır həmən adamda.